Salam, hörmətli əməkdaşlar. Hər birinizi xoş gördük. Hər birinizə xoş gün arzu edirəm. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı, diyetoloq və nutrisioloq kimi fəaliyyət göstərirəm. Saviran Wellness şirkətində təlimçi kimi və ekspert kimi çalışıram və sizlərə əlbəttə ki, hər həftə fərqli mövzularda təlimlər keçirilir və bu təlimlər mənim tərəfimdən keçirilir və bu gün də çox maraqlı mövzulardan birinə toxunacaq. Ümumiyyətlə, bu şirkətlə işlədiyim bir gündən bu haqda heç danışmamışıq və ona görə də düşündüm ki, bu istiqamətə də toxunsaq daha yaxşı olar. Bu günləri biz sizinlə demək, duşdan sonra biz dərimizə, bədənimizə qulluq etməliyikmi sualının cavabını tapacağıq. Çünki əksəriyyət insanlar duş qəbul elədikdən sonra artıq təmiz olduğunu, yəni başqa bir şeyə ehtiyac olmadığını düşünürlər. Halbuki əsasən də məhz duşdan sonra dəri sağlamlığını qorumaq üçün ən önəmli mərhələlərdən biridir. Və burada biz əlbəttə ki, elə bir məhsullar seçməliyik ki, bizim dərimizin xüsusilə nəmini qorumalıyıq və ən önəmli baryerini bərpa etməliyik. Əgər bizim dərimizin normal şəkildə nəmlənməsi varsa da, baryeri həddindən artıq möhkəmdirsə də, bizim bu vaxtından əvvəl qocalma prosesi də əlbəttə ki, tez bir zamanda müşahidə olmayacaq. Və ona görə bu gün biz sizinlə, əgər biz duşdan sonra dərimizi qidalandırmırıqsa, nəmləndirmiriksə və yaxud da baxım etmiriksə də nə baş verəcək bu haqda sizinlə danışacağıq. İlk olaraq bilirəm, dəri haqqında çox danışmışam. Qısaca yenə bir tanıtım etmək istəyirəm. Dəri bizim ən böyük orqanımızdır. Yəni bəzən insanlar bunu bir örtük kimi görürlər sadəcə. Xeyr. Və təxminən 1,5-2 kvadrat metr sahəyə malikdir. Və necə bizim ürəyimiz, qaraciyarımız, digər orqanlarımızın öz funksiyaları var, elə də dərinin özünün işi funksiyası var. Xüsusilə orqanizmi bakteriya və viruslardan qoruyan funksiyası var. Bizim su itkimizi, yəni dərimizdə olan su itkimizin qarşısını alır. Bədənimizdə xüsusilə temperaturu tənzimləyir. Hansı ki biz iki təlim haqqında da danışmışdıq, termorequlyasiya haqqında. Məhz bunun işini tənzimləyən bizim dərimizdir. Və ən önəmli immunitetin də bir hissəsi məhz bizim dərimizdə yerləşir. Və ona görə də insanlarda sadəcə bir belə fikir formalaşır ki, yəni sadəcə bir yuyundum, su dəydi, nəmləndi, artıq mənim dərim yetərincə qidalanıbdır. Və xüsusilə də insanlar bu istiqamətdə çox səhvlər edirlər. Demək, ilk olaraq mexanizmə baxaq. Biz duş zamanı, yəni duş qəbul etdikdən sonra bizim dərimizdə nə baş verir? Baxın, əlbəttə ki, biz duş qəbul etməliyik. Yəni bu qaçınılmazdır. Duş qəbul edərkən bizim tərimiz yuyulur, yəni çirkimiz təmizlənir və bakteriyalarımızın sayı azalır. Əlbəttə ki, bu sağlıqlı bakteriyalardan da söhbət gedər, ümumi mikrobiyomda olan bakteriyalardan. Lakin başqa nə baş verir burada? Təbii lipid yuyulur və xüsusilə bizim fokuslanacağımız, daha çox danışacağımız istiqamət lipiddir. Yəni biz duş zamanı bizim dərimizdə lipidlər başlayır yuyulmağa. Dərinin üzərində bir yumşaq təbəqə olur ki, əslində bu yəni qorxulu bir yağ təbəqəsi deyil, bizi lazım olan yağ təbəqəsidir ki, bu bizim dərimizi çox yumşaq saxlayır, suyun buxarlanmasının qarşısını alır və xüsusilə dəri mikrobiyomunu qoruyur. Məsəl üçün, əgər çox isti və sərt duş gellərindən istifadə ediriksə də, bundan əlavə hər gün qəbul ediriksə də bu təbəqə zədələnəcəkdir. Və ona görə xüsusən deyir ki, bəzən olur ki, insanlar məcburiyyət qarşısında hər gün duş qəbul edirlər. Hər gün duş qəbul edən insanlarda, xüsusilə isti su ilə duş qəbul edən insanlarda və yaxud da duş geli istifadə edərkən tərkibində nə var, nə yox bilmədən həmin bu dəri baryerində pozulma baş verir. Və bu pozulma nəticəsində
nəticəsində də bir çox proseslərin qarşısını almaqda çətinlik çəkirik. Və ona görə biz mütləqdir ki, bəli, biz məcburən duş qəbul etməliyik. Lakin duş qəbul etərkən məhz bizim bu lipidimiz yuyulur və bütün proses burada baş verir. Ə, Demək, dərinin qoruyucu baryeri haqqında çox eşitmisiniz. Demək olar ki, bütün təlimlərimdə bu cümləni işlədirəm. Artıq siz də bilirsiniz. Lakin sizə burada daha belə açıq başa salmaq istəyirəm ki, yəni baryer çox önəmlidir. Bəzən istifadə etdiyimiz elə bir ideal məhsul ola bilər ki, əgər bizim baryerimiz zədələnibdirsə də, yəni o məhsuldan biz nəticə almaya bilərik. Ə, Xüsusən də baryeri kərpic və sementlə müqayisə edirlər, yəni ona oxşadırlar. Əslində mənim üçün də sizlərə bu şəkildə başa salmaq daha rahat olur. Çünki şəkildə də görə bilərsiniz. Baxın, bunlar bizim dəri hüceyrələrimizdir. Hər iki şəkildə də dəri hüceyrələridir. Dəri hüceyrələri bir növ kərpicə oxşuyur. Və bu kərpic bir-birinə, dəri hüceyrələri bir-birinə sıx bağlanmaq üçün buna lipidlərə ehtiyac var. Yəni ona bir növdə sement deyilir. Əgər bu lipidlər biz hər dəfə duş qəbul ediriksə də, hər dəfə yuyulursa da, bu hüceyrə demək, dəri hüceyrələri bir-birinə sıx bağlana bilmir. Və bu zamanda hüceyrələr arasında bir boşluq yaranır. Əgər boşluq yaranırsa da su itiririk, dəri başlayır qurumağa, qaşınır, başlayır çatlatmağa və bu şəkildə də dəri həssaslaşır və baryer pozulur. Bax, bu şəkildə də baxa bilərsiniz. Görürsünüz, burada dərilər üst təbəqədə bir-birindən aralı şəklindədir. Heç bir lipid yoxdur. Dəri hüceyrələri arasında boşluqlar var. Burada baryer artıq zədələnibdir və bu tip dərilərə adi bir virus keçsə, bakteriya keçsə, orada antiinflamator bir reaksiya yarada bilər. Və ona görə mütləqdir ki, ümumiyyətlə həm üzümüzdə, həm bədənimizdə dəri baryerimizi mütləq qoruyaq və qorumasaq daha çox çatlama, quruma, qaşınma, ekzema, bunların atopik dermatit, hamısı bunlar, baxın, bu baryer nəticəsində əmələ gələn prosesdir. Demək, duşdan sonra dəridə nə olur, su nə edir və insanların ən çox etdiyi səhv məqam buradır. Demək, insanlar düşünür ki, duş qəbul etdim, dərim islandı, yəni su ilə təmasda oldu, demək mənim dərim nəmlənibdir. Əslində bu belə deyil. Duşdan çıxdıqdan sonra 10-15 dəqiqədən sonra dəridə buxarlanma başlayır. Buna transepidermal water loss, yəni dəri su epidermal hissəsində su itirir. Yəni nəmlənmə, buxarlanma nəticəsində su itkisi baş verir və bu da yəni bizim orqanizmimizdə baş verən normal reaksiyadır və əgər bu şəkildə, yəni biz hər dəfə duş qəbul ediriksə də və dərimizi nəmləndirmiriksə də və bu lipidlərimizi hər dəfə duş geli ilə və yaxud da isti su ilə daim təmasda olursa da bizim dərimizdə baryer pozuntusu baş verəcəkdir və əlbəttə ki, buxarlanma nəticəsində də daha çox nəmliliyini itəcək və bu şəkildə də bizim dərimizdə quruma və qurumadan əlavə dəridə başlayacaqdır bu qocalma prosesi sürətlə inkişaf etməyə. Və ona görə mütləqdir ki, duşdan sonra dərini biz nəmləndirək. Sual olsa ki, hansı müddət? Yəni 3 dəqiqə ərzində, yəni duşdan sonra 3 dəqiqə ərzində əgər biz dərimizi nəmləndirirsə də, əlbəttə ki, biz ondan yaxşı nəticələr əldə edə bilərik. Əgər nəmləndirməsək nə baş verər? Bilirsiniz ki, bəlkə də özünüz də hiss etmisiniz. Duşdan sonra ilk növbədə biz hiss etdiyimiz dartınma olur. Yəni dartınma hiss eləyirik. Dartınma artıq keçir qabıqlamaya, qabıqlama keçir qaşınmaya, sonra isə həssaslıq və bu şəkildə də ekzema, erkən qırışlar, pigment problemləri, hər bir şey başlayır bir-bir baş qaldırmağa. Və xüsusən də bunu da deyim ki, yağlı dərilər bəzən olur ki, nəmləndirməyə ehtiyac duymurlar. Yəni bunun onunla əlaqəsi deyil. Çünki yağlı dərilər haqqında yetərincə danışmışıq. Orada proses çox fərqlidir. Və ona görə burada yağlı dərinin də nəmləndirməyə ehtiyacı var.
Və nəmləndirmələr haqqında danışdıq və insanlara biz şirkətdə olan hansı məhsullardan tövsiyə etməliyik ki, hansı dəri tipinə, hansı məhsullardan tövsiyə edə bilərik ki, daha da bunların dəriləri nəmlənsin və yaxşı nəticələr alsın. Xüsusən də tövsiyə deməzdim. İnsanlara biz nə etməliyik? Əgər biz dərimizi nəmləndirməsək, qabağına çıxan bu bəzi proseslər var ki, yəni bu qaşınmadır, ümumiyyətlə ekzemanın özüdür, qurumadır, hətta belə dirsəkdə olan bu sərtlilikdir. Bunlar hamısı bu lipidin pozulmasıdır. Yəni baryerin pozulması nəticəsində əmələ gəlir. Və əgər biz insanlara bu şəkildə başa sala bilsək, əlbəttə ki, onlar başa düşəcəkdir ki, mənim buna ehtiyacım var. Və ilk olaraq əsas məhsul olaraq, birinci məhsul olaraq sizə demək giləmeyvəli bədən demək kremini qoymuşam. Çünki bunun tərkibində xüsusilə elə komponentlər var ki, həmin o dediyim lipid baryerini bərpa edir. Demək ilk şəkildə göstərmişdim sizə. Demək kərpiclər bir-birindən aralı şəkildə durubdu. Onun tərkibində sement, yəni lipid yoxdur deyə bir-birindən möhkəm yapışsın və şi yağı xüsusən həmin lipid baryerini bərpa edir. Və üzüm çəyirdəyi yağı, vitamin Y yağı sayəsində isə dəridə bir oksidativ stres varsa da, çünki baxın, hər gün biz ümumiyyətlə demək duş qəbul ediriksə də və dərimizi nəmləndirmiriksə də, yəni bizim istər-istəmiz dərimizi antioksidana ehtiyac duyur. Və burada da üzüm çəyirdəyi yağı, vitamin Y sayəsində bunlar həmin bu işi öz yerinə yetirir. Badam yağı var tərkibində, Hind qozu yağı var. Bunlar da məhz dəri lipidini dəstəkləyir. Xüsusən sual ola bilər ki, məsəl üçün çox yağlı gəlir mənə və yaxud da əslində tərkibindəki olan yağlar xüsusən belə yağ teksturası çox yüksək yağ teksturasına malik deyil. Biraz su əsaslı olduğu üçün yağlılığı, yəni həmən qidalana bilir. Yəni bədəndə çox yağlılıq dərəcəsini hiss etmək olmur. Və ən önəmli nə var? Ən önəmli demək skvalen var. Skvalen xüsusən onun molekulyar quruluşu həmin o dediyim lipid baryerinə, lipidə bənzədiyi üçün baryer onu öz lipidinə oxşadır və həmin baryeri başlayır gücləndirməyə. Tərkibində meyvə ekstraktları da əlavə olaraq üzüm çəyirdəyindən, vitamin Y-dən əlavə olaraq daha da bu məhsulu antioksidan dəstəyini daha da güclü edir. Kimlərə tövsiyə edə bilərik? Bunu hər kəsə tövsiyə edə bilərik. Tərkibində hansısa bir qıcıqlandırıcı bir efir yağımı və yaxud da ümumiyyətlə bir toksik bir maddə yoxdur. Xüsusən hər bir kəsə tövsiyə edə bilərik. Quru dərilərə, normal dərilərə, yeni yetmələrə, yəni bu tip insanlara hər birinə tövsiyə edə bilərik. Bəzən olur ki, hamilələr qorxur, məsəl üçün belə bədən kremlərini istifadə etməyə. Məhz bu məhsulu tərkibində güclü antioksidantlar olduğundan yanaşı, bədənin öz lipid yağına oxşayan yağ turşularından ibarət olduğu üçün, yəni heç bir toksikliyi yoxdur. Əks olaraq dəri daha da nəmli olur. Və ona görə bu məhsulu hər bir kəsə tövsiyə edə bilərik. Və bizim hal-hazırda digər məhsulumuz var. Tonka tabaka aromasına məxsus bir kremdir. Bunun tərkibi əlbəttə ki, giləmeyvəli demək kremlə yağ teksturalarına görə biraz fərqlidir. Əlavə bunun tərkibində kakao yağı var. Kakao yağı demək oklüziv bir qat yaradır. Oklüziv qat nə deməkdir? Yəni bəzən deyirlər ki, yox tərkibində yağ var, mənim dərim nəfəs almır. Məsəl üçün yay ayıdır, mən istəyirəm ki, dərim nəfəs alsın. Əslində şi yağı ilə kakao yağı bir yerdə həmin bu oklüziv qat yaradır ki, bu oklüziv qat nədir? Dəri sırf demək nəfəs alma demək burada baş verir. Və yağ teksturası çox belə yağ teksturasına malik olmadığı üçün daha effektlidir. Bunun tərkibində əlavə makadamiya yağı var, Hind qozu yağı var. Bunlar da güclü nəmləndirici olduğu üçün həmin bu dəri hüceyrələrində həmin o sementi, yəni lipidi bərpa edir.
eyni seramidə oxşar, yəni sırf bizim dərimizdə olan seramid var ki, əslində biz bu lipid dedikdə lipidlərin özü seramidlərdən, yağ turşulardan ibarətdir. Məhz bunun da tərkibində seramid NP var ki, bu da biz onu tətbiq edəndə dəri bunu öz seramidi kimi qəbul edir və başlayır dərini nəmləndirməyə. Yəni burada biz niyə deyirik ki, məsəl üçün məhsul seçərkən onun tərkibindəki yağ komponenti önəmlidir. Bəzən çox quru dərilərə həddən artıq çox yağ balanslı biz məhsul tövsiyə edə bilərik. Lakin çünki bədəndə lazım olan bu seramid yoxdur. Və biz bu məhsulu burada tövsiyə etməyimizin əsas məqsədi ondan ibarətdir ki, bunun tərkibindəki seramidin quruluşu həmin dəri seramidindəki, yəni bədən özü normal ifraz etdiyi seramidlə uyğun olduğu üçün və ona görə dəri normal şəkildə nəmlənə bilir. Neroli bergamot olan demək bədən kremi, demək bununla yağ komponentləri, demək tonka tabaka ilə yağ komponentləri eynidir. Lakin sual ola bilər ki, bunu mu istifadə edim, yoxsa bu məhsulu mu istifadə edim? Fərqi ondan ibarətdir ki, bunun tərkibində demək tabakadan fərqli olaraq yaşıl çay hidralatı, bergamot, bir də neroli var. Bu əsasən bunu daha çox həssas dərilərə tövsiyə edirik, həssas quru dərilərə tövsiyə edirik. Çünki burada yaşıl çay güclü antioksidan olduğu üçün sərbəst radikalları azaldır və dəriyə xüsusilə bir parıltı demək verə bilər. Və həssas dərilərə niyə? Çünki tərkibində nerol hidralatları olduğu üçün bunun əsas işi dərini iltihab varsa da onu sakitləşdirir. Yəni məhz bu məhsullarda yağ teksturaları eynidir. Fərqli demək neroli hidralatlarından yaşıl çay hidralatı və bir də bergamot var. Və bunlar da demək xüsusən həm antioksidantlar, həm də dərini sakitləşdirirlər. Yəni fərqi bundan ibarətdir. Və demək digər məhsulumuz hansıdır? Forest Dreams Body Butter kremimizdir ki, bunun tərkibində demək yağ komponentləri var, əlavə bir də efir yağlar var. Bu dərini intensiv nəmləndirir. Bunu xüsusən biz məsəl üçün qış aylarında daha çox tövsiyə edirik və xüsusən mən bu məhsulu xüsusən yaşlı insanlara tövsiyə edirəm ki, tərkibindəki olan yağ bazası məhz bu quru dərilər üçün və yaxud da yaşlı insanlarda dəri su itkisi o qədər baş verir ki, çünki lipidi nəzik olduğu üçün su itkisi çox baş verdiyi üçün məhz bunu onlara tövsiyə edirəm. Ondan əlavə də xüsusən də məsəl üçün çox qurumuş dərilər olur. Məsəl üçün bu şəkərli diabet xəstələrində görürük və yaxud da zobodan əziyyət çəkən insanlarda da dəri quruması həddindən artıq çox olur. Onlara məsəl üçün bunu biz tövsiyə edə bilərik. Çünki bunun tərkibindəki olan şi yağı, kakao yağı, çay tikan yağı xüsusilə badam yağları bunlar bir yerdə, bu yağlar hamısı bir yerdə dəriyə həddindən artıq nəmlənmə verir, dərini yumşaldır, əsası odur və lipid baryerini bərpa edir. Yenə deyirəm, bunu xüsusilə daha çox dirsək, diz, topuq, belə kobud şəkildə demək qurumuş dərilərə tövsiyə edirik. Və ümumiyyətlə bəzən atopik dermatit olan insanlara tövsiyə etməyə bilərik. Çünki qıcıqlanma verə bilər. Yəni atopik dermatit nədir? Artıq dəri bariyeri tamamilə dağılıbdır. Yəni üst təbəqə yoxdur. Burada bu efir yağları biraz qıcıqlandıra bilər. Burada bir dənə ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə nəmlənməni, yəni bu kremləri biz kimlərə tövsiyə etməliyik? Birinci deyərdim ki, hər kəsə tövsiyə etməliyik. Lakin məcburi kimlərə? Demək yaşlılara mütləqdir ki, diabet xəstələrində bilirsiniz ki, ümumiyyətlə onlarda dəri quruması çox yüksəkdir. Atopik dermatit olan pasientlərə, atopik dermatitdə bir dənə Forestrem demək seriyasını biraz burada diqqətli olmaq lazımdır. Tez-tez duş qəbul edən, xüsusilə hər gün duş qəbul edən, isti su ilə duş qəbul edən insanlara. Daha çox hovuza gedən bilirsiniz ki, artıq
mövsümü də çatıbdır və bu hovuza da bilirsiniz ki, bu xlor maddəsi olduğu üçün bu bizim dərimizi qurudur. Xüsusilə hovuza gedən insanlara hər gün intensiv olaraq istifadə etməyi tövsiyə edirik. Klikmax dövründə olan qadınlara niyə? Çünki estrogenin azalması dəri qurumasına gətirir, çıxardır. Və önəmlidir ki, bu insanlara, yenə deyim, hər kəsə tövsiyə edirik və bu insanlara isə xüsusilə məcburiyyətdən tövsiyə etmək lazımdır ki, çünki əgər bax bu tip insanlar istifadə etməsələr, dərilərində istəmədikləri prosesləri müşahidə etmiş olacaqlar. Xüsusilə sizlərə demək istəyirəm ki, dəri hər gün iş görür. Yəni hər gün bizim üçün öz funksiyasını yerinə yetirir. Biz isə ona nə etməliyik? Sadəcə 5 dəqiqə vaxt ayırmalıyıq. Və ən önəmli, əgər istəyirik ki, sağlıqlı dəriyə sahib olaq və bu 5 vacib qaydanı unutmamalıyıq. Birinci, ilıq su ilə duş qəbul etməliyik. Qətiyyən isti su ilə etməməliyik. Çox uzun, həddindən artıq müddət, uzun müddətdə duş qəbul etməməyə ehtiyac yoxdur. Duş gellərdən istifadə edərkən, skrablardan istifadə edərkən onun tərkibinə mütləqdir ki, baxılmalıdır. Bunlar sərt yuyucu vasitələr ola bilər və ilk duşdan sonra 3 dəqiqədə bədənimizi nəmləndirməliyik. Əgər bu şəkildə riayət etsək, biz ümumiyyətlə sağlam dəriyə, sağlam bədənə xüsusilə də nəmli dəriyə sahib ola bilərik. Hər kəsə təşəkkür edirəm təlimə qoşulduğunuz üçün. Ümid edirəm ki, maraqlı təlim oldu. Bəlkə də bu məhsulları bilmirdiniz insanlara necə çatdıraq və bu şəkildə biz insanlara bu məhsulları çatdırsaq, əlbəttə ki, yaxşı nəticələr əldə edəcəyik. İnşallah gələn təlimdə görüşmək ümidi ilə sağ olun.